Salam aleykum. Alkilamin karbon N H2N plus 1 NH2 hidrogen 2 üstə gəl 3 bərabərdir 9-a 2 bərabərdir 6-ya N bərabərdir 3-ə. Bu karbonun sayıdır. X buradan bərabərdir 3-ə. İndi doymuş monoamin dikarbon turşunun formulunu düzəldək. Bu formulu düzəltmək üçün özümüzdən əvvəlcə bir turşu yazaq. Karbon H3, karbon H2, COOH, yəni doymuş əsaslı karbon turşusu. Bunun da formulu necədir? Karbon N, H2N, O2. Bu doymuş əsaslı karbon turşusunun formuludur. İndi burada monoamin dediyinə görə mən buradan hidrogenin birini silirəm. Ora NH2 birləşdirirəm. -1 və ora birləşdirirəm NH2. Həmçinin burada dikarbon turşusu demək ki, orada 2 dənə də COH qrupu var. COH-ın biri var hal-hazırda, yəni burada ödəyir. Amma burada növbəti COH eləmək üçün bu karbonu COH-a çevirmək lazımdır. COOH-a. Fikir verirsiniz, burada 3 dənə hidrogen var, burada 1 dənə. Yəni hidrogenin ikisi yoxdur. Ona görə hidrogenin ikisini də silirəm burada. -2 yazıram. Və ora mən deməli artıq 2 dənə də oksigen əlavə edirəm. Bu da oldu belə. Bu formul bu şəkildə oldu. İndi buradan bizə nə deyir? Bizə deyir ki, karbon sayı 5. Karbon burada N'dir. N'in yerinə 5 yazacağım. Bizdən hidrogeni soruşur. Hidrogen 2 çıx 3 buradadır. İkisi də buradadır. Bərabərdir 2 çıx 1. N'in yerinə 5 yazıram. Bu da eləyəcək 9. Demək, Y də 9-a bərabərdir. Bunların cəmi 12 eləyəcək.